Azərqaz məlumat yayıb, məlumatda deyilir. Oktyabrın 30-u saat 9:30-dan etibarən Səbail, Binəqədi, Nizami və Suraxanı rayonlarında qaz xəttləri üzərində təmir quraşdırma işləri aparılacaq. Bildirilib ki, bu səbəbdən Səbail rayonu üzrə Bayıl və Badamdar qəsəbələrinin 20-ci sahə yaşayış massivinin Zərifə Əliyeva, İstiqlaliyyət, Rəsul Rza küçələrinin və Neftçilər prospektinin, Nəsimi rayonu üzrə Nizami küçəsinin, Yasamal rayonu üzrə Quliyev küçəsinin, Binəqədi rayonu üzrə Sulutəpə və Xocasən qəsəbələrinin, Nizami rayonu üzrə Qarayev prospektinin, Manafov, Balakişiyev, Çobanzadə, Abbasov, Ordubadi, Müzəffəroğlu və Özbəkistan küçələrinin, Suraxanı rayonu üzrə isə Hövsan qəsəbəsi, Hövsan Bağlar yaşayış massivinin bir hissəsinin qaz təchizatı müvəqqəti dayandırılacaq. Yaranacaq fasiləyə görə Azərqaz İstehsalat Birliyinin rəhbərliyi həmin ərazilərin abonentlərindən üzr istəyir.